Azərbaycan Kickboxing Federasiyası tərəfindən Göygöl rayonunda hakimlər və məşqçilər üçün VAKO elektron sisteminə həsr olunmuş seminar keçirilib. 8 may 2026-cı il tarixində Göygöl rayon Gənclər və İdman sektorunun akt zalında təşkil olunan seminarda elektron səsvermə sistemi, hakimlərin idarə etməsi, həmçinin məşqçilərin döyüş zamanı məlumatlandırılması ilə bağlı mövzular ətrafında geniş müzakirələr aparılıb. Seminar VAKO beynəlxalq dərəcəli hakimlər Aydın Ağabəyov və Anar Məmmədov tərəfindən keçirilib. Tədbirdə Gəncə, Göygöl, Ağstafa, Tərtər, Şəmkir, Samux, Goranboy, Kürdəmir, Ağsu, Qəbələ, Mingəçevir, İsmayıllı və Kəlbəcər şəhər və rayonlarını təmsil edən hakimlər və məşqçilər iştirak ediblər. Federasiya rəhbərliyinin göstərişinə əsasən bu cür seminarların ölkəmizin digər şəhər və rayonlarında da davamlı şəkildə təşkili nəzərdə tutulur. Bu kimi tədbirlər hakim və məşqçilərin maariflənməsi, bilik və bacarıqlarının inkişaf etdirilməsi, həmçinin peşəkarlıq səviyyəsinin artırılması məqsəd daşıyır.